ilə bağlı dəfələrlə videolar paylaşmışam. Lakin hər dəfə valideynlər yazır, zəng edir ki, videonu xahiş edirik sil. Bu reaksiya özü çox şey deyir. Əgər bir görüntünün paylaşılması narahatlıq yaradırsa, deməli burada uşağın məxfili və hüquqları ilə bağlı ciddi bir məqam var. Və bir sual yaranır. Paylaşılması istənmirsə, bəs bu video, bu şərait niyə yaradılır? Uşaq psixologiyasına görə uşaqlar davranışlarının uzunmüddətli təsirini tam dərk etmirlər. Onların şəxsiyyəti daha çox aldıqları reaksiyaya görə formalaşır. Alqışlanan davranışları təkrarlayırlar və bu yaşlarına uyğun olmayan formaların normallaşmasına səbəb olur. BMT-nin Uşaq Hüquqları Konvensiyası açıq şəkildə deyir ki, uşağın ləyaqəti, hüquqları və psixoloji təhlükəsizliyi qorunmalıdır. Bu məsuliyyəti isə tam şəkildə valideynlərin üzərindədir. Yəni burada uşağa kommentdə yazırlar ki, söyüşlər və yaxud da əxlaqsız və s. nə layiq ifadələr yazırlar. Lakin bu uşağın anlayacağı bir məsələ deyil. Bu məsuliyyət tam valideynlərin üzərinə düşür. Bir məqam da düşündürücüdür ki, nəyə görə bu videolar başqa səhifələrdə paylaşılanda problem olmur, amma bu mövzuya tənqidi yanaşma problem yaradır. Bəlkə də sizi narahat edən video deyil də səsləndirilən həqiqətlərdir. Uşaq paylaşım obyekti deyil. Onun hüquqları və inkişafı hər şeydən önəmlidir.